Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, mayın 9-da Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz, cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 12-15, gündüz 20-25 dərəcə isti olacaq. Naxçıvanda sabah gün ərzində yağıntı ehtimalı yoxdur, lakin axşama doğru bəzi yerlərdə az yağış yağacaq. Temperatur 13-16 dərəcə isti gözlənilir. Əksər rayonlarda da hava yağmursuz keçəcək, lakin gündüz bəzi dağ ətəyi və dağlıq rayonlarda yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq, şimşək çağacaq, dolu düşəcək. Dağlıq ərazilərdə qar yağacaq. Duman gözlənilir, qərb küləyi əsəcək. Temperatur gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-8, gündüz 13-18 dərəcə isti olacaq.